Olan tez sal oxuyaq. Tez sal ki 3-dən 5-ə bərgilər gedəcək. Tez ol. Qulaq asın ey bərgi gedən cəmaət, deyim bərgidən sizə bir rəvayət. Hamı bilir dəqiqdir bərg idarəsi, bərq aparmada düzdür bərnaməsi. Hangi saat elam olsa yubanmaz, tez aparar bərgi be vaxta qalmaz. Amma o gün yubanmışdılar biraz, işlərində dayanmışdılar biraz. Tez götürüb telefonu zəng eylədim, bir nigerançılıq yoxdu söylədim. Rəis sağ olsun resideci etdi, o dəqiqə bərgilər qət oldu getdi. Bir dəqiqə səs gəldi yaxcəlimizdən, yanıbdı gördüm çıxıb əlimizdən. Keçənki gündə televizyonum yanıb, maşın libas şuyu yanıb odlanıb. Eşiyə çıxım dedim, çox istəyirdim, idarəyə bərqə salam deyirdim. Maşına minəndə əsabım qarışdı, qapı da açılmırdı, əcib bir işdi. Piyada çıxdım, maşın orada qaldı, idarəyə salamlarım çoxaldı. Yol yeriyib səyahət eyləyirdim, idarəyə inayət eyləyirdim. Gözümü bir açdım, vəliyyəstiyəm mən, hiss elədim, bətər də xəstiyəm mən. Nə cür gəlib mən bu yerə yetişdim, o belə hisliydim ki bilməmişdim. Dörəmə baxdım, yanırdı ışıqlar, həm əsli lampular, həm yaraşıqlar. İdarəyə zəng elədim dubarə, dedim bura yetişmirsiz idarə. Rəis dedi mənim öz evim var orada, çox rəislərimiz bizim var orada. Ora qət olsa rəis nəqşə çəkənməz, qətiyə bərqə bərnamə tökənməz. Nə eləyirik sizə görə eləyirik biz, xidmət edib millətə əriyirik biz. Qətiyə bərqə etməyin etiraz, xeyirlərinə də fikir eyləyin biraz. Nə televizyon olar ki əxbar olsun, fisad ya bahalıqsa daşkar olsun. Nə bir kuler var ki bərqizi içsin, qəbiz puli hər ay bağrızı deşsin. Yaşlılar ki dəstgaha bağlayıblar, ümidlərin Allaha bağlayıblar. Bir dəfəlik ölüb gedər həyatdan, qurtular yaxamız bu müşkülatdan. Qədim zaman bərqizad olmayanda, gecə gündüz fərqizad olmayanda. Xoş yaşayıb dünyada milyonları, siz özünüzə olqu tutun onları. Dedim əcəb qani